Bugün çoxdan da getmək istədiyim İtaliyanın məşhur Lake Como'suna getdik. Milandan cəmsi 35-40 dəqiqəlik məsafədir qatarla. Gediş-gəliş birlikdə 10 evro ödədik. Lake Como əslində çox böyük yerdir, amma biz bu dəfə cəmsi bir yerinə getdik, Como Lago. Burada məşhur bir restoran vardı, ora getmək istəyirdik, Villa d'Este. Bu restoran o qədər gözəl idi ki, daha doğrusu bu oteldir və otelin restoranı da var. Bir dənə görüntüyə baxın, yəni çox gözəldir. Bu qayıqlara da minmək istirdik, amma hava çox yağışlı olduğu üçün biz dedik ki, elə restoranda oturaq bir neçə saat. Onsuz da görüntü o qədər gözəl idi ki, durmaq istəmirdik. Bu restoranda bir kokteylə 26 evro verdik, amma görünüşünə görə, yəni gözəlliyinə görə, yəni dəyərdi. Biz bunu bilirdik, yəni bunu bilərək gəlmişdik. Bu həmin o otelin tualetidir. Yəni burada oturmaq üçün makyaj masası var idi. Yəni elə bir yer idi ki, buradan da çıxmaq istəmirdim. Burada bəlkə də bir yarım saat keçirdim. Oturdum özüm üçün rahat, bəzəndim, düzəndim. Yəni bu yerin hər yeri şəkilli idi. Yəni o qədər gözəl idi ki, yəni o qədər realistik görünmürdü ki, yəni mən cidden şoka düşdüm. Yəni İtaliya, mən Milanda qalıram, ora İtaliya deyir, bura İtaliyadır. Yəni onu deyə bilərəm. Çox gözəldir. Əsasən də baxın bura. Burada indi şəkillər qoyacağım, necə şəkillər çəkdik. Çık. Bütün qalereyamızı şəkillərlə doldurduqdan sonra yenidən Milana qayıdırıq. İzlədiyiniz üçün təşəkkürlər. Sağ olun.